Qərb və Rusiya 2-ci Dünya müharibəsinə fərqli prizmadan baxır. Rusiya hələ də tarixi prosesləri obyektiv qiymətləndirə bilmir. Today Press xəbər verir ki, politoloq Ramiz Yunus bunu öz Facebook hesabında yazıb. O diqqətə çatdırıb ki, 2-ci Dünya müharibəsinin başa çatmasının növbəti ildönümü yaxınlaşdıqca bu qələbə günü Qərb ölkələrində, ABŞ, Böyük Britaniya və Fransada Rusiyadan fərqli olaraq daha təmkinli şəkildə qeyd olunur. Bunun əsas səbəblərindən biri həmin ölkələrin tarixi hadisələri verdiyi qiymətləndirmələrin fərqliliyi və Rusiya tarixinin öz daxillərində hələ də tam şəkildə dərk edilməməsidir. Stat: Müasir Rusiyanın hadisələrə yanaşması ilə ABŞ və Avropanın mövqeyi arasında ciddi fərq var. Bu fərqin kökündə Rusiya tarixində baş verən hadisələrin, xüsusən də bolşevik çevrilişindən sonraki repressiyaların, etnik deportasiyaların, siyasi terrorun və digər faciələrin Rusiyanın özündə yetərincə araşdırılmaması dayanır. Bundan başqa, Sovet İttifaqının qurulması imperiya ənənələrinin davamı olub və bu Rusiya cəmiyyətində dərin kök salmış hegemon düşüncə tərzini daha da möhkəmləndirib. 1939-cu il Molotov-Ribbentrop paktı, Baltikyanı ölkələrin, Qərbi Ukrayna və Qərbi Belarusun ilhaqı, eləcə də Finlandiya ilə müharibə və nəticədə SSR-nin Millətlər Liqasından çıxarılması gələcək müttəfiqlərlə münasibətləri daha da gərginləşdirib. Statın sonu. Analitik hesab edir ki, indi də Rusiya ilə Qərb arasında əsas fikir ayrılıqlarından biri məhz Sovet tarixində baş verənlərin qiymətləndirilməsindədir. Stat: Məsələn, Katın meşəsində Polşa zabitlərinin kütləvi qətli, yaxud Sovet hakimiyyətinə qarşı müxtəlif respublikalarda silahla mübarizə aparan qüvvələr, Azərbaycanda müsavatçılar, Ermənistanda daşnaqlar, Ukraynada banderovçular, Baltikyanı ölkələrdə meşə qardaşları və digərləri Rusiyada düşmən sayıldığı halda bir çox başqa ölkələrdə qəhrəman kimi tanınır. Bu, qiymətləndirmə məsələsidir. Əgər Sovet hakimiyyətini müdafiə edirsinizsə, onlar banditdirlər. Yox, əgər əleyhinəsinizsə, qəhrəmandırlar. Problem də məhz buradadır. Rusiya hələ də bu tarixi prosesləri obyektiv şəkildə yenidən dəyərləndirməyib. Statın sonu. Politoloqun fikrincə, Rusiya hələ də Stalin rejiminin törətdiyi cinayətlərə görə kollektiv şəkildə üzr istəmədiyi və daxili tarixi ilə üzləşmədiyi üçün onun sivil dünya ilə tam inteqrasiyası mümkün deyil. Burada Almaniyanın Nürnberg prosesi sonrası göstərdiyi davranış örnəyi ola bilər. Belə ki, Almaniya nasist rejiminin bəşəriyyətə qarşı törətdiyi cinayətlərə görə üzr istəyib, məsuliyyət daşıyıb və demokratiyanın Avropadakı aparıcı qüvvəsinə çevrilib. Rusiya isə hələ də belə bir tarixi mərhələni yaşamadığı üçün dünya ilə tam razılığa gələ bilmir. Töhfə Səməd, Namiq Abbasov, Today Press.